Ona görə bu yolda, bu dünyada cənnətə gedən yolumuzu xeyir əməllərlə, salih əməllərlə doldurmalıyıq. Yox, əgər başqa əməllərə getsək, başqa fikirlərə düşsək, o zaman biz Allaha gedən yolumuzu çirkin yollarla çəkəcəyik. Onsuz da Allaha gedəcəyik. Allah Subhanahu taalaya və ileynə turcaun, bizə qayıdacaqsınız. Thumma ileynə mərciukum, dönüşünüz bizədir. Yəni Allah Teala Quran-ı Kərimdə fikir versən, deyib ki, hara getsən, hara gəzsən, hara dolansan, nə qədər yaşasan, axırda gələcəksən bizim yanımıza. Və sizə etdikləriniz barədə sorğu-sual eləyəcək. Ona görə mömin bu həyatda diqqətli olmalıdır, olduqca. Və başa düşməlidir ki, qarşısına imtihanlar çıxacaq. O imtihanlar maddi ola bilər, mənəvi ola bilər, evdə ola bilər, valideynlər imtihan ola bilər, övlad ola bilər, həyat yoldaşı. Ola bilər imtihan dünya malı olsun, ola bilər qadın olsun. Hər şey ola bilər imtihan. Mömin hər cür imtihana düşə bilər, ibtila ola bilər. Lakin oradan çıxmaq yolu Quran və sünnəyə dönməkdədir. Əgər adam Quran və sünnəyə dönsə, üzü ağ çıxır. Alnı da açıq çıxır. Amma dönməsə çətin olur.